Kart ödəniş qəbul edirsiniz? Eləyirəm, baxır hansı şirkət verəndə, Bolt olanda yox, qəbul eləmirəm. Deyirik kartla ödəniş eləmir, çünki sərf eləmir. Ona görə biz də kartla ödəniş eləməmişəm, nağd ödəniş eləmişəm. Bəs belə sizə sərf edilmir kartla ödəniş? Sərf eləməyə bax, sərf eləmir. Gəlmirlər. Ya məsəl üçün biz onlara bir müştəri düşür ki, bundan atqaz eləyir, o birisindən geri. Belə şeylər nüanslar çox olur. Nə orada müştərinin vaxtını almaq, nə də özümün vaxtını almamaqdan ötürü ona görə atqaz edirəm. Ölkəmizdə müxtəlif xidmət sahələrinin nağdsızlaşdırmaya inteqrasiya edildiyi bir zamanda taksi sürücülərinin bəziləri nağd ödənişlərə üstünlük verirlər. Tətbiq vasitəsilə kartla edilən sifarişləri ya qəbul eləmirlər, ya da qəbul elədikdən sonra müştəriyə bildirirlər ki, nağd ödəniş etsəniz gəlib sizə apararıq. Bu isə vətəndaşların haqlı narazılığına səbəb olur. Heç olub ki, kartla ödəniş ilə problem yaşamısınız, taksi ləğv eləsiniz? Dəfələrlə demək olar ki, problemi yaşayıram. Ümumiyyətlə kartlar qalsın bir qırağa. Son zamanlarda bilmirəm nədirsə taksi sifariş eləyirsən, gəlmək istəmirlər, məsafəni nəzərdə tuturlar. Daha çox soruşurlar ki, kartla da ödəniş. Yəni düzü daha az hallarda olur. Əvvəllər daha çox bu hal dəbdə idi, belə deyim. Hal-hazırda demək olar ki, çox az rast gəlinir belə bir hallara, amma olanda mən atqaz edirəm də, belə deyim, ləğv eləyirəm. Kartla ödəniş olanda müştəri tərəfindən qəbul edirsiniz? Kartla ödəniş olanda belə problem olmur da, yəni ən azından onu deyim ki, hamısı bizim balansa gəlir. Yəni mən parkda işlədiyim üçün elə deyirəm, o ola bilər indi şəxsi maşını olanlarda onlar sərf eləməz, amma belə deyim, şəxsi maşında da belədir ki, gərək VN olsun. VN olandan sonra o apardığı kart onun balansına oturur. Yəni bəs bəzi müştərilərdən şikayətlər var ki, deyirlər, görürlər, kartı ləğv eləyirlər, sərf eləmir. Yəni elə hallar olur. Yəni elə hallar olur. Belə açığı özüm də ləğv eləmişəm. Necə? Yəni görmüşəm ki, həqiqətən həmin yerə getmək mümkün deyil. Tıxac çoxdur. Yəni nə orada müştərinin vaxtını almaq, nə də özümün vaxtını almamaqdan ötürü ona görə atqaz edirəm. Vaşe Bolt işlətmirəm, o çünki ondan pulu çıxartmaq olmur. Ümumiyyətlə kart ödəniş sərf edirsiniz hə? Fərqi nədir ki, mən axşam evə gedəndə pulumu nəqlaşdıra bilim, məni sərf eləyir. Yəni bəs olmayıb ki, sizə müştəri sifariş verənə görmüsünüz kartla da sırf ona görə ləğv eləmisiniz? Yox, xeyr, olmayıb, hələ bir şey olmayıb. Özüm görürəm də, mən orada qoyuram nağdiya, sifarişləri proqramda verir, lazım olanda kart vururam, kart getirirəm. Özüm mən görürəm hansı nağdi, hansı kart. Kart ödəniş qəbul edirsiniz? Əlbəttə ki, eləyirik. Bəs o hallar olur ki, görürsünüz kartla ödənişli qəbul eləmirsiniz? Yox, o bəlkə ola bilər, amma yəni 99% götürür. Yəni götürməyəndə şirkət özü cəzalandırdığı üçün, yəni orada cəza tətbiq olunduğu üçün, yəni mümkün deyil götürməmək. O bizim karta girəndə biznes kartı tələb edirlər. Biznes kartına girəndə də faiz vergi tutur. Biz çıxardanda da kart təzədən oradan bizdən faiz tutur. Yəni belə deyim, 10 manat karta girənə qədər, sən o kartı çıxardanda, kartdan pul çıxardanda maksimum 8 manat, 7 manat əla pul gəlir də, belə bir şey var. Yəni iki tərəfli faiz tutur deyirsiniz? Hə. Faiz, yəni biri vergidir, biri də kartın faizidir də belə. Kartla ödəniş qəbul edirsiniz? Yox, Nəyə görə? sərf eləmir. Faiz tutulur. Bir çıxardanda faiz tutulur, bir götürəndə faiz tutulur, hamısında faiz tutulur. Bu məsələ yalnız Azərbaycanda aktual deyil, hətta Avropa ölkələrində. Bax, mən elə həftənin sonu Avropa ölkəsinin birindən qayıtmışam, eyni problemdir. Taksilər kartla ödəniş görəndə qəbul etmək istəmirlər. Bu bəli, əlavə komissiyalar, nə bilim deyirlər ki, biz sonra xeyli gözləməli oluruq. Yəni ola bilər ki, son nəticədə xərc elə eynidir. Yəni komissiyadır. Sadəcə taksi adi insandır, o da evinə gündəlik pul aparır. Budur ki, hə, mən bir nağd alacağam, sonra o nağd puldan o taksi firmasına ödəniş edəcəm. Bir var pul gedəcək o taksi firmasına, o mənə hava fonunu köküləcək, gözləmək istəmir. Ona bugün pul lazımdır. Taksi sürücüsü ona görə oturur deyir ki, mən bu sifarişə getməyim, başqa sifarişi gözləyim ki, nağd ödəniş olsun. Əsas səbəb budur və bunu da belə deyim də qarşısını almaq heç cür olmur. Vətəndaşları narahat edən məsələ ilə bağlı Yango və Bolt taksi şirkətləri ilə əlaqə saxlamağa çalışdıq. Ancaq təəssüflər olsun ki, cavab ala bilmədik. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, sərnişinlərə taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı taksi operatorlarına, eləcə də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 141 çağı mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat vermələri xahiş olunur. Taksi nəqliyyat vasitəsi ilə daşımalarda xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür.